Sabahları bilirəm də, bunlar belə artıq o istiqamətə gedirlər ki, bu vaxtilə o 2001, 2010, 2011-ci ildə törədilmiş də Azərbaycanlılara qarşı yeri gəlmişkən, o cinayətkarlarda bunların əli var, lap əli var, belə deyək də, yəni biz bilmirik bunu. Bu demək ki, sən gedib onu evində öldürməlisən. Normal mühakimə olunmalıdır. Amma rüsvay oldular. Niyə rüsvay oldular? Çünki həbs elədikləri, saxladıkları Azərbaycanlılardan biri 1997-ci il təvəllüdlüdür. 4 yaşı belə olub. çıxır ki, 4 yaşında uşaq Rusiyada cinayət Və görün ona belə bir abırçılıq olar. Və ona ittihamları nədir? Belə, atan sağ danışmayıb bu barədə. Hansı ata cinayətini uşağına danışır ki, mən bu cinayəti eləmişəm, filan eləmişəm. Deyir, atan danışmayıb səbəbini. Yəni belə absurd məsələlər. Uydurduqlarını da üzlərinə gözlərinə bulaşdırırlar. Yəni demək istəyirəm ki, hətta sabahları desələr ki, bu cinayəti elə bu adamlar törətmişlər, bu artıq sübut olunubdur, budur. Bu deməkdir ki, siz bu cür yanaşmalısınız. Sadəcə olaraq bu cür yanaşmanın da səbəbkarı nə OMON-dur, nə hərdən birinci dəfədə dedilər ki, FSB-nin qüvvələridir. OMON-dur və bunları göstəriş yuxarıdan gəlibdir. Təbii ki, lap yuxarı səviyyədə gəlib ki, özü bu indi gəlməyib ki, bu məsələlər. Adətən, xüsusilə mən belə hesab edirəm ki, 9 may paradında cənab prezidentin iştirak etməməsi bunları daha çox belə deyək ki, acıqlandırıbdır, qıcıqlandırıbdır ki, bu məsələ gəlmədi. Ondan sonra bir bəhanə axtarırdılar ki, təzyiq eləsinlər. Təzyiqi harda eləsinlər, Azərbaycanda eləyə bilmirlər. Artıq əskər yox, erməni yox ki, bizə hansısa şəkildə təsir eləsinlər. Kimin əlinə? Azərbaycanlılar buradadılar, bunlara təsir eləyək. 5-ci kolonu demək olar ki, məhdudlaşdırmışıq. Bəli. Ona da gücləri çatmır. Və bir də bir şey deyim. Azərbaycanlılar cinayət törədirlər. Biz dəfələrlə görmüşük də, tutaq ki, Peterburqda mən tez-tez rast gəldim ki, falan Azərbaycanı tutdular, apardılar. Yaxşı getdiniz. Biz buna xüsusi bir etiraz bildirmişik. Yox, eldirmə. Biz niyə etirazı bildiririk? Sizin bu hərəkətinizə görə. Və vəhşicəsinə. Yəni biz səsimizi çıxartmasaq, orada yaşayan Azərbaycanlılar bizə münasibəti nə olur ki, mənim dövlətim məni qorumadı. Mənim dövlətim səsini çıxartmadı. Biz bunu nəzərə aldırıq, ona görə də dövlət olaraq səsimizi çıxardırıq, deyirik ki, belədir. Sizin cavabınız nə olur bunun əvəzində bizə? Biz yenə də diplomatik cavab gözləyirik ki, misal üçün, Mariya Zaxarova çıxardı, deyərdi. Və yaxud da İstintaq Komitəsinin sədri Bastırkin çıxıb deyərdi ki, bəli, burada aşırı dərəcədə fiziki güc tətbiq olunubdur. Çox təəssüf edirik ki, burada ölümlə nəticələnibdir. Biz burada günahkarları axtaracağıq, tapacağıq, cəzalandıracağıq. Azərbaycanla dostluq münasibətlərimizdə maraqlıyıq. Onların ailələrinə başsağlığı veririk. Belə bir normal diplomatik cavab verirdilər. Biz əlavə iş görəsi deyildik. Əlavə bir söz deyəsi deyildik.